Neftçalanın bir kəndi var ki, sakinləri tək-tək, bəzi hallarda isə kütləvi şəkildə doğulub boya başa çatdıqları doğma ocaqlarını tərk etmək məcburiyyətində qalırlar. Buna səbəb nədir? Suala əməkdaşımız cavab tapmağa çalışıb. Söhbət 1500-dən çox əhalisi olan Neftçala rayonunun Yeniqışlaq, Sarıqamış, Mikayıllı, Sahiloba, Dalğa kimi ucqar kəndlərindən gedir. Sakinlər deyir ki, vaxtilə bu ərazilərə avtobuslar da işləyib. Lakin indiki vəziyyətdə nə avtobus var, nə də avtobusun yolunu gözləyənlər. Sarıqamış ərazi vahidliyinə daxil olan bu yaşayış məntəqələrinin əhalisi uzun illərdir yolsuzluqdan əziyyət çəkir. Uzunluğu 26 kilometr olan avtomobil yolu ötən əsrdə tikilib və baxımsız qaldığından bərbad hala düşüb. Bu yol çəkilib 55-56-cı ildə mən balaca uşaq idim, 7-8 yaşım var idi. Cavanlar kətdən köçürlər yola görə. Gelirsə uşaq öyrəndirməyə deyir ki, qız verməyib, kəndində yol yoxdur. Sakinlər deyir ki, elə ki yağış qar yağır, bu yol keçilməz olur. Rayon mərkəzinə gedib gəlmək müşkülə çevrilir. Yol bərbad olduğundan avtomobillər tez-tez sıradan çıxır. Cavanlarımız hamısı qaçır çıxır gedir bu kətdən. Kənd boşalır. Biz neynəməliyik, nə qarmalıyıq? Rayon mərkəzinə bərbad günlə bir rayon mərkəzinə gedə bilmirik. Yağışda, qarda, palçıqda vəbsə mümkündür getmək. Təcili yardım deyir ki, haradır? Deyir, gətirin kaçsanı rayona gətirin özünüz. Kətdə cavanlar qalmır, hamı köçür. Kətdə 100-ə yaxın ev var, ondan arasa saat 10-12-si satdığa qoyulub. Heç alan da yoxdur. Çıxırlar, kətdən çıxırlar yola görə. Heç bir qohum gələnmir, əqrəbə gələnmir, heç bir şey gəlir. Hər şey baha gəlir. Bura nə gətirirsənsə baha gəlir. 2 qat qiymətə gəlir. Sakinlər vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edib. Yolun tikiləcəyi barədə söz verilsə də hələ ki nəticəsi yoxdur. Kəndlər arası avtomobil yollarının yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində öz həllini tapır və sözgedən avtomobil yolunun yenidən qurulmasına bağlı təkliflər hazırlanaraq aidiyyət üzrə təqdim olunub ki, dövlət investisiya proqramına daxil edilsin. Dövlət investisiya proqramına daxil edildikdə həmin yolun əsas şəkildə təmiri tərəfimizdən təmin olunacaq. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spayız xəbər, Neftçala.